Bu ayda cənnətin qapılarının hamısı açılır. Bir qapı belə olmuş olsa bağlı qalmır. Cəhənnəmin qapılarının hamısı örtülüb bağlanır. Bir qapısı belə olmuş olsa açıq qalmır. Şeytanlar və azğın cinlər zəncirlənirlər. İbadət edənlərə mane, müşkülət törətməsinlər deyə. Hər gecə bir çağırışçı çağırıb deyir: "Ey xeyir iş görmək istəyən, bu da fürsət Ramazan ayı. Ey şər, günah iş görmək istəyən, özünü saxla. Ramazan ayındasan, bu aya hörmət qoy." Allah Taala'nın Ramazanın hər gecəsində cəhənnəm odundan xilas edib qurtardığı bəndələri vardır. Bu hər gecə baş verir. Allah Nəbisi Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, Allah Taala'nın hər iftar vaxtı cəhənnəm odundan xilas edib bağışladığı bəndələri vardır. Bu hər iftar vaxtı qiymətli cəmaat baş verir. Bütün bu rəvayətlər bizlərə onu öyrədir ki, Ramazan ayının gəlişində əsas məqsəd və hədəf insanın günahlarının bağışlanıb əfv olunmasıdır.